Azərbaycanlılarımızdan. Bir həftənin içində heç olmasa bunu Azərbaycana yola salaq. Orada qardaşları, bacıları yəqin ki, yardımcı olacaqlar. Kömək, dəstək olacaqlar. Hə, ata? Fəthi ata, gedirsən Azərbaycana? Hə? Niyə ağlayırsan? Azərbaycandan ötürü darıxıb ağlayırsan? Ağlama, sənə kömək eləyəcək. Yaxşı insanlar, gözəl insanlar. Hər kəs sənin yanındadır. Ağlama. Onu da göndereceğiz. Hər şey yaxşı olacaq. Vətən gözəldir, bəli. Vətənimiz gözəldir. Mən orada qəbul edən olsaydı gedərdim. Mənim orada işimim yoxdur. Ağlama bacım, ağlama. Sizin heç bir günahınız yoxdur. Gəlib burada bu çətinlikdə üzləşməklə, bu çətinlikdə heç bir kəsin günahı yoxdur. Sizə kömək göstərəcək. Azərbaycanda da gözəl insanlarımız, gözəl həkimlərimiz var. Rüstəm doktor, özəl klinikanın baş generalni hospitalın baş həkimidir. O da söz verib mənə ki, hansı bir xəstəni müraciət eləsən təmənnasız yardım göstərəcək, köməyini göstərəcək. Ağlamayın, hər şey yaxşı olacaq. Sağ olsun belə insanlar ki, sizin yanınızda var, kömək eləyirlər sizə. Bunun zaqranı da qutarıb, bacım. Kömək eləyərik. Burada nə lazım olsa köməyin dəstəyi göstərəcək, zaqranına da Azərbaycana getmək üçün. Hə, Fətəl, Azərbaycana istəyirsən? Bütün təqlidim var. Benim təqlidim hamısının var. Hamısını indi səhər mən məşğul olacağım. Birinci gün Allah qoysa bu günlər Müjde Bazar ertəsidir. Birinci gün sənədlərimlə maraqlanacağım. Sənədlərimlə məşğul olub Azərbaycana çalışacağıq ki, yola salın. Sağ olsun belə gözəl insanlarımız var. Çox sağ olun, çox sağ olun. Tanış elədi, gətirdi ki, belə bir insan var. Köməyiniz olsun, gəldiniz, maraqlandınız. Vəziyyətimizi bildiniz, sağ olun. Sağ olun. Allah razı olsun. Məni sizlərlə tanış edən insanlar. Çox sağ olun. Nə qədər sizi ac qoymayan, çörəksiz qoymayan o insanlara Allah min əvəzini versin ki, elə bir gözəl insanlar var. Allah onların da qarşısına həmişə gözəl insanlarla rastlaşsın. Başda Niyazi qardaş, Allah kömək olsun. Sağ Balalarını olsun. sağ Hər olsun. kəs, mən adlarını bilmirəm, siz bilirsiniz, deyə bilərsiniz adlarını ki, burada bizim haralı olduğumuzun heç kimə bir adiyyəti yoxdur. Hamımız Bəli. Azərbaycanlıyıq. Hamısı Bəli, hamımız Azərbaycanlıyıq. ben Heç vaxt biz soruşmuruq sən haralısan, yetər ki Azərbaycanlıyıq, bir yerdəyik. Bəli, bu qərib ölkədə biz təkik, bizim gücümüz yoxdur. Çünki çox başqa bir üzlü insanlarla, düşmənlərlə üzləşirik. O yüzden mən bugünkü gündə bütün şəhid analarının qarşısında baş əyirəm ki, o şəhid olan oğlanların sayəsində biz bu qərib ölkədə başuca gəzirik. O yüzden də hər kəsə səbir diləyirəm. Evlatlarını itirən analardan səbir diləyirəm. Sizin qarşınızda baş əyirəm. Belə insanlarımız qərib yerdə, qərib ölkədə təkcə qalıb bir kəsə gedib güvənib bir söz deyə bilmir. Amma o yüzden gözəl insanlarımız var ki, Azərbaycanlılarımız sizin yanınızdadır. Mən də söz verirəm, əlimdən gələn qədər sənədlərimlə maraqlanacağım. Xəstəliyini artıq göz qabağındadır. O yüzden də Azərbaycana göndərməyimizə sevinərik. İnşallah, inşallah. İnşallah Köməyiniz, gələnəkləriniz var. sağ olun. Sağ olun. Sizi Allah köməyiniz. Sağ ol əziz bacım, sağ ol. Sizi sevmək olmaz. O onunla sakitləşərək çəkər. Allah köməyiniz. Sağ olun. Narahat olmayın. Sizə nə kömək lazımdırsa, gözəl bu insanların qarşısında gördüyünüz bu